Mən özümdə hər birinizdən bir parça daşıyıram. Kiminin qorxusu, kiminin üzüntüsü, kiminin həyəcanı, kiminin sevinci. Və mən kitabı oxuduğumda Mehriban xanım nə demək istədiyinizi daha gözəl anladım. Əgər ata evindən çıxırsa bir qız, onun uşaqlığı da, şıltaqlığı da, o erkəsönlüyü də ata evində qalır. Başqa bir evdə onsuz da böyüyür, istəmədən və çox sürətli şəkildə böyüyür. Şərqdə bunu bəlkə çoxu bilir, bəlkə çoxu bilmir. Şərqdə ilk sevgi məbədi məhz Azərbaycanda, Naxçıvanda Möminə xatun türbəsidir Heç yaranan. mən özüm də bilmirdim. Bəli, Atabəy Eldəgiz onu həyat yoldaşı Möminə xanıma vəfatından sonra bir eşq məbədi olaraq tikdirir. Bizim eşq məbədi deyə səyahətlər edib görməyə getdiyimiz Tac Mahal belə çox sonralar yaranmağa başlayıb. Öz həyatında o qədər boşluq var ki, özünü o qədər tamamlamırmı deyim, tanımırmı deyim və başlayır xəyanət etməyə. Salamlayıram hər birinizi, əziz izləyicilərimiz. Media və Beyin podkast verilişimizdə xoş gördük hər birinizi. Bugün mən sizinləyəm. Məleykə Aslanzadə, araşdırmacı, jurnalist və həmsöhbətim gənc yazar Mehriban xanım Məmmədovadır. Salamlayıram sizi Mehriban xanım, xoş gördük. Salam Məleykə xanım, çox sağ olun. Təşəkkür edirəm məni dəvət etdiyiniz üçün, minnətdaram. Əziz izləyicilərimiz, mövzuya keçməmişdən öncə həmsöhbətimin, qonağımın kitabını, müəllif olduğu kitabı sizə göstərmək istəyirəm. Səsimi kim eşidər? Ana mövzumuz erkən nigah olsa da, girişi bu cümlə ilə başlamaq istəyirəm. Hər bir oxucu kitab seçimi edəndə, kitab alanda təbii ki, bu kitabı niyə oxumalıyam, niyə mən bu kitabı seçirəm, almalıyam deyə özündə bir sual yaranır və bu sualın cavabını tapmaq üçün girişi oxuyur. Müəllifin çox maraqlı bir giriş sözü var. Deyir ki, mən özümdə hər birinizdən bir parça daşıyıram. Kiminin qorxusu, kiminin üzüntüsü, kiminin həyəcanı, kiminin sevinci. Və mən kitabı oxuduğumda Mehriban xanım nə demək istədiyinizi daha gözəl anladım. Məsələ sadəcə erkən nigah deyil. Çünki hamı erkən nigahla bu hadisə ilə qarşılaşmır. Amma niyə hər birimizdən bir parça daşıyır Mehriban xanım? Nələri daşıyır özündə? İstəyərdim biraz qısa öncə özünüzdən məlumat verəsiniz, sonra kitabın içinə dönək. Mən Mehriban Məmmədova, gənc yazaram. Açığı yazar sözünü deməyə biraz çəkinirəm, çünki ilk kitabımdır və yazar sözünün bir ağırlığı var. Nə qədər mən onu bacarmışam deyə bilmərəm. İnşallah ki, gələcəkdə daha ürəklə yazaram deyə bilərəm. Bu kitabı yazmaqda məqsədim, əslində bu kitabın bir tarixçəsi var. 2013-dən yazılır bu kitab. Hansı ki, mən özümü yavaş-yavaş belə deyim, dərk eləməyə başlayanda gördüm ki, mən heç də olmaq istədiyim yerdə deyiləm. Bu həyat mənə aid deyil. Mən başa düşəndə ki, mən başqa bir həyatın insanıyam. Qəlbimdəki sözləri sanki qələmə tökmək istədim. Çünki mənim ətrafımda məni dinləyəcək, məni duyacaq heç kim yox idi. Sadəcə bir kağız, bir də qələm. Mən onlarla dərdləşməli, bütün fikrimi, bütün düşüncələrimi oraya yazmalıydım. Və beləliklə bu kitabın başlanğıcı 2013-cü ildə qoyulubdur. Kitabda yazmışam ki, hər kəs özündən bir parça tapacaq. Doğrudan da elədir. Çünki orada sadəcə gənc yaşda ailə qurmaqdan bəhs eləmir mövzu. Ailə ilə olan münaqişə var, öz valideynlərimizlə apardığımız mübarizə var, həyatımızda olan mentalitetin bizi çəkmək istədiyi bir yön var, kim nə deyər qorxusu var, özgürlük anlayışının nə qədər fərqli bir anlayış olduğunu orada izah olunur. Hər hansı bir qadınların xəyanətdən, bir çox hisslərin birləşməsi var orada və mən düşünürəm ki, bu sadəcə qadın və yaxud da kişi üçün yox, insanlıq üçün bir çox insanın orada özü ilə üzləşməsi var. Mehriban xanım, qeyd edeyim ki, 2 ilə yaxındır müddətdə roman oxumurdum ümumiyyətlə. Daha çox araşdırma yönlü kitablar oxuyurdum və kitabın bu studiyaya gələndə ilk üzqabığı diqqətimizi çəkmişdi və siz deyəndə ki, bu erkən nigah haqqındadır və öz həyatımdır. Bir qəribə hiss keçirdim. Hətta kitabı oxuyarkən də qəribə hiss keçirdim. Bir var, kitabın müəllifini tanımırsınız və oradakı həyatı siz kitabdan öyrənirsiniz, bir film izləyirmiş kimi. Amma kitabın müəllifi ilə üzbəyüzəm və bu sizin həyatınızdır. Burada bəzi suallarım
Nərgizə ünvanlanacaq. Əsərdə adınız Nərgizdir. Bəli. Bəzi suallarım bugünkü Mehribana ünvanlanacaq. Çox belə deyim, kövrəldiyim qeydlərim oldu. Məni yəni bir an düşündürən belə düşüncələrə daldıran nüanslar oldu ki, onları burada qeyd eləmişəm və bu gün dəyərli izləyicilərimizin önündə sizlərlə müzakirə etmək istəyirəm. Amma niyə Nərgiz adı? İlk oradan başlamaq istəyirəm. Niyə Nərgiz adı? Mən Nərgiz güllərini çox sevirəm və bizim həyətimiz hər zaman gül çiçək olubdu. Mama çoxlu güllər əkirdi. Bir dəfə qışın soyuğunda, daha doğrusu qış deyim də mart aylarında gördüm ki, bir dənə həyətimizdə çiçək açıb, o da Nərgiz gülüdür. Və onun adını da bilmirdim əslində, balacaydım. Mamaya soruşdum ki, mama bax gül açıb, sevinə-sevinə getdim. Mama da dedi ki, hə bu Nərgiz gülüdür və baharın xəbərçisidir, xoş günlərin xəbərçisidir. Əgər Nərgiz açırsa, deməli havalar isinir, yəni həyat canlanır da belə deyək. Mən o anda düşünmüşdüm ki, o canlı həyatı görə bilməyən bir gül necə olur ki, onun sadəcə olaraq müjdəçisi olur da, yəni onu müjdələyir və gedir. O canlı həyatı, o təbiətin oyanışına qala bilmir, onu görə bilmir. Həmin an Nərgiz gülü mənim üçün qəhrəman idi. Güllərin içərisində bir qəhrəman kimi seçmişdim və elə zaman gəldi ki, həyat məni elə yönləndirdi ki, mən bir roman yazmalı oldum, öz həyatımı yazmalı oldum və oradakı personaj da özüm olduğum üçün qışın içərisində mübarizə aparan bir gül məncə ancaq Nərgiz ola bilərdi. Ad oradan gəlir. Bəli. Qeyd elədiyim kimi ana mövzumuz erkən nikahdır. Bəli. Nərgiz 16 yaşında evlənməyə məcbur olur. Niyə? Nə məcburiyyət var idi? Nərgiz oxuyan bir tələbə idi, oxuyur, öz həyatını qurmaq istəyirdi. Hər zaman da çox aktiv olubdu. Bilirsiniz də, rayon yerlərində erkən nikaha elə də böyük bir xaos kimi baxmırlar, normal qarşılanır. Çox təəssüflər olsun ki, hələ də bəzi bölgələrimizdə normal qarşılanır. Əslində bir səbəbi var ki, mənim bacım var və o yeriyib danışmır. Serebral iflicdir. Bizə elçi gələndə də həmin insanları mənim valideynim tanıyırdı və o düşündü ki, mən qızımı elə bir əllərə əmanət edim ki, mənim qızım daim sevsin, sevilsin və eyni zamanda bacısına da gələcəkdə dayaq dursun. Çünki mənim bir qardaşım yoxdur. Bizdə də bir düşüncə var, qız uşağı oxumaz. Qız uşağı oxumazın adı altında gələcəkdə də bizə bir kömək lazımdır. Çünki bacı böyüyür və o qüsurludur, əngəllidir. Buna görə də o an üçün papamın verdiyi ən düzgün qərar idi. Bəlkə də qızımı tanıdığım bir insana əmanət edim və gələcəkdə o mənim digər qızıma qol-qanad olsun. Nə qədər düzgün fikir idi, bu özü də bir mübarizəyə, müzakirəyə səbəb olur. Yəni çünki düzgün fikir deyildi mənə görə. Bəli. Əsəri oxuyanda haqq verdiyim insanlar var idi. Amma valideynlərimiz inciməsin. Valideynlərə heç haqq verə bilmədim. Məsələn, sizin ailə qurduğunuz şəxs belə bir yerdən sonra insan onu suçlaya bilmir, günahlandıra bilmir. Çünki o özü də gənc idi və onu da valideynləri vadar etmişdi ki, ailə qursun. Bizim cəmiyyətdə təəssüf ki, belə bir düşüncə var. Evə yığışmayan, belə çərçivələnməyən övladı evləndirməklə tərbiyələndirməyə düşünürlər. Ailə qursa düzələcək, ailə qursa həyat yoldaşı ona yön verəcək, həyat yoldaşı onu yığıb yığışdıracaq. Bu romanın içərisində, bioqrafik romanın içərisində də bu düşüncə var idi. Bəli, bəli. Nə deyirdi valideynlər? 16 yaşlı Nərgiz nə müşahidə edirdi? 16 yaşındakı Nərgiz yaşının az olmağına baxmayaraq əslində çox şey müşahidə edirdi və o artıq dərk edirdi ki, onun üçün çox səhv yol cızılır. O həyatın insanı deyil. Gələcəkdə onun nələr gözləyir, o artıq hiss eləyirdi. Çünki bəzi hadisələr baş verirdi və Nərgiz onun daha çox şahidi olurdu. Düşünün ki, sən bir evdə böyüyürsən, o evin ərkəsöyünü olursan, mən özümə hər zaman sevdirəm və o evdə ərkəsöyün böyüyən bir uşaq olmuşam. Valideynlərim uşaqlıqda bizi çox sevib və sevgi göstəriblər. Bir anda həyatımızın, düşünün ki, Nərgiz çalışır məktəbə, universitetə və bir anda həyatı tərsinə çönür. Və müşahidə etdiyi yeganə şey o idi ki, valideynləri onun üçün çox səhv qərar verib. Bunu da davamlı dilə gətirirdi. 2 il evlilik müddətinə qədər davamlı dilə gətirirdi ki, siz yanlış edirsiniz, məni yanlış yönə sürükləyirsiniz və gələcəkdə məni heç də xoş hadisələr gözləmir.
Maraqlı nüans bilirsiniz nədir Mehriban xanım? Nərgiz ərköyün, şıltaq, həyat dolu qız və arzuları olan bir qız olduğu halda eyni zamanda da dərin düşünə bilən, ağıllı, sizin dediyiniz kimi müşahidə etmə qabiliyyəti olan bir qız idi və bu valideynlərə bir əsas qazandırmış ola bilərmi ki, Nərgiz 16 yaşı olsa da dərin düşünən, bir ailəni çəkib çevirə bilən bir varlıqdır, bir insandır, bir qızdır. Əslində elə düşünmürəm. Mənə görə valideynlər düşünürdü ki, bildiyimiz insanın evinə gedir və o insanlar bunu sevəcək, öz qızları kimi qəbullanacaq, qucaqlayacaq, onun uşaqlıqlarına, onun şıldaqlıqlarına da dözəcəklər. Düzü, əgər ata evindən çıxırsa bir qız, onun uşaqlığı da, şıltaqlığı da, o ərkəsöynüyü də ata evində qalır. Başqa bir evdə onsuz da böyüyür, istəmədən və çox sürətli şəkildə böyüyür. Tanıdığı bir insana əmanət edirdi əslində papam məni. Ona görə də düşünürəm ki, o fikirləşirdi ki, mənim bu uşaqsı, şıltaq qızımın nazını ancaq qarşı tərəf çəkər. Heç vaxt düşünməmişdi ki, yəni qızım orada daha ağıllı, daha məntiqli, daha tez böyüyər. Bəli. Və kitabın içindən özüm üçün qeyd etdiyim nüanslar var. Bayaq qeyd elədiyim hər birimizdən bir parça. Mən regionlarda çox oluram, çox olmuşam. Özümün də uşaqlığım, yəni atamın işi ilə bağlı regionlarda olduğu üçün uşaqlıqdan mənim də o müşahidə qabiliyyətim bir çox şeyləri analiz etməyimə səbəb olurdu. Həmin onlardan biri də ailələrdə məsələn, ata-ananın qərarı ilə yanaşı, digər insanların da icazə məsələsi, qərar vermə məsələsinin formada olması idi. Məsələn, sizin kitabınızda da Nərgizin qarşılaşdığı nüanslardan biri bu idi. Hələ ata evindən çıxmamış, daha nişanlı idi, 16 yaşında, barmağına üzük taxılmışdı. Amma o bir şeyi seçim edəndə, istər geyim olsun, istər bir yerə getmə, hətta çox acılıdır. Nənəsi gilə gedərkən belə ailə quracağı evin üzvlərindən, nişanlısından deyil sadəcə, evin üzvlərindən belə icazə almaq lazım idi. Üçlü icazə. Bu barədə istəyərdim danışaq. Mənim ən yaralı yerimdən. Necə deyim, mənə ən xoş olmayan, o kitabı da yazarkən mənə ən çox qıcıqlandıran yerlərdən biri idi. Mən sadəcə bunu deyə bilərəm ki, burada da valideynlər səbəb olur. Çünki deyirlər ki, qızım gedirik. Zəng vur qaynanava deyə, zəng vur qaynatava deyə. Bu alışqanlığı da artıq yenə də evdən irəli gəlir. Ayıbdır, yol nişanlıva deyə, qaynanava deyə. Axı məni sən tərbiyə eləmisən və sən onsuz da mənə bələdsən, bilirsən ki, sənin qızın nəyi düz edir, nəyi səhv edir, yəni icazə alıb getmək lazımdırmı, yoxsa yox. Və belə deyim də, sanki o an tərbiyələndirdikləri övladın cavabdehliyini başqasına verirdilər ki, üstünə də onlar bir tərbiyə versinlər ona. Çox çətin idi kimdənsə icazə almaq. Belə deyim, insanın nə həvəslə geyinib keçinmirsən, nə həvəslə harasa getmirsən. Bir yerə getmək üçün mən o icazəni düşünəndə inanın ki, getmirdim. Çox vaxt otururdum yerdə, artıq yorulurdum. İnsan icazə alar. Birinci, niyə icazə alırsan? Harasa gedirsənsə, məlumat ver, bildir. Sənə cavabdeh olan bir insana. Bu artıq sənin ikinci, üçüncü şəxs olmamalıdır. Qaynana, qaynata olmamalıdır. Öz nişanlın, öz yoldaşın olmalıdır. Və ona xəbərdarlıq eləməlisən. Mən gedirəm. Əgər ki, uyğundursa get, uyğun deyilsə getmə. Amma biz şüurlu, düşüncəli insanlarıq. Yəni, səhv bir yerə niyə gedək, səhv yer üçün niyə icazə alaq? Doğrudan da həyatımın ən çətin, necə deyim, və mənim unuda bilməyəcəyim, mənə çox sıxıcı gələn bir şeydir ki, icazə almaq. Və mənə elə gəlir ki, indiki dövrdə belə iki şəxs ailə qurursa, məncə böyüklər geri çəkilməlidir və iki şəxs bir-birini daha yaxşı, daha yaxından tanımalıdır və sadəcə bir-birinə cavabdeh olmalıdır. Üçüncü, dördüncü şəxslər araya girirsə, icazə məsələsi də ortaya girirsə, bu artıq, necə deyim, bir konflikt yaradır. Bəli. Və təsəvvür eləyin ki, bir mövzu haqqında fikir söylənilməlidir və hər ağızdan bir fikir söylənilir. Çox yorucu bir şey. Və yorucu olur, bəli. Və mənim orada altından qırmızı qələmlə xətt çəkdiyim cümlələrdən də biri bu idi ki, icazə almaq üçün həmin ətrafdan gələn o fikirlərdən
nəticə olaraq qalmaqal yaranır və Nərgiz o qədər bu qalmaqallardan, bu yorucu müddətdən sıxılır ki, artıq bir şey etmək istəmir. Bir Yox. yerə getmək, bir geyim seçmək, ümumiyyətlə bir şey etmək istəmir. Bu 16 yaşında bir qız üçün həqiqətən nəinki 16 yaşında bir oxucu olaraq məni belə çox incidən bir nüans oldu. Bu da hər birimizdən əslində bir parçadır. Bəzən insanın duyğuları o qədər yorğun olur ki, bu cür Eynən. icazə məsələləri olsun, ümumiyyətlə qərar verəndə hər kəsin o qərarda iştirak etməsi. Bilirsiniz, məsləhətli don əslində gen olur. Amma sonda qərar verəcək əsas insan o 2 nəfər olduğu üçün o məsləhətin içərisindən sağlam bir nəticə çıxartmaq lazımdır. Əgər o məsləhətlərin içərisində, o icazələrin, o qalmaqalların içərisində bu 2 nəfər itəcəksə, məncə sizin dediyiniz kimi digər şəxslər geridə durub əsas şəxslərin özünü tanıma müddəti olmalıdır. Mələkə xanım, bugünkü gündə belə mənim artıq 33 yaşım var. O icazə məsələsinə görə mən bir çox iş mühitindən uzaqlaşmışam. O icazə məndə o qədər travma kimi qalıb ki, kimdənsə asılı olmaq artıq məni o qədər yorur ki, mən müəyyən işlərdə, müəyyən proseslərdə uzaq dururam. Öz komfort zonam olmalıdır, öz əlim, öz başım olmalıdır və mən artıq icazə almaq üçün heç kimə müraciət etməməliyəm. Hörmətli izləyicilər, Media və Beyin podkast çəkilişimizi bugün Refrev Studiyanın, Refrev Medianın sponsorluğu altında həyata keçirdik və mən Refrev Studiyanın kollektivinə təşəkkürümü bildirmək istəyirəm. Refrev Studiyanın xidmətləri haqqında məlumat vermək istəyirəm. SMM dizayn, targeting xidmətləri üçün müraciət edə bilərsiniz. Studiyada 7 fon mövcuddur və əziz izləyicilərimiz Mələkə Aslanzadə adı ilə müraciət edənlərə 20% endirim var. Refrev Studiya Nərimanov rayonu Çinar Park Biznes Mərkəzi, bina 1, 540-cı otaq 5-ci mərtəbədə yerləşir. Romanda sıx-sıx balaca Nərgizin, balaca deyəcəm çünki böyümədi heç. Balaca Nərgizin özgürlük ümidləri var. Özgür olma, azad olma, bir şeyləri nəfəs alaraq etmə istəkləri var. Həm Nərgiz üçün, həm bugünkü Mehriban üçün. Ümumiyyətlə azadlıq varmı həyatda Mehriban xanım sizə görə? Varsa nədir, necə olmalıdır? Nərgiz bugün belə həm Mehriban, həm Nərgiz belə deyim, bugün belə azadlıq uğrunda mübarizə aparırlar. Nərgiz öz azadlığını qazandı, apardığı mübarizədə qalib oldu. İndi Mehribanın vaxtıdır, o da yavaş-yavaş qalibiyyətə doğru gedir. Azadlıq anlayışı əlbəttə ki var. Sizin üçün doğru olan mənim üçün doğru deyilsə, sizin mənə etdirməyə çalışdığınız nə qədər sizin üçün azadlıqdırsa, məni əgər həbs edirsə, bu azadlıq deyil. Mənim üçün azadlıq deyil. Təəssüflər olsun ki, valideynlərimiz bizi müəyyən bir çərçivədə böyüdülər və onların azadlıq kimi gördüyü, düzgün gördüyü, düzgün formada bizi yetişdirməyə çalışdığı şeylər mənim üçün düzgün deyilsə, bu artıq məni azadlığımdan məhrum edir. Və zaman keçdikcə məndə ağırlıq yaradır. O deyirlər, əşi, getmə deyir, getmədə, ölüm deyil ki. Eləmə deyir, eləmədə, ölüm deyil. Ölüm deyil, düzdür. Amma zaman gəlir, ölümdən betər olur. Yəni fiziksel insan yaşayırsa belə, Bəli. duyğu olsun, arzu olsun, niyyət olsun, əgər onlar yoxdursa, insanın fiziksel həyatda olmasının da bir anlamı qalmır. Bəli, mənası qalmır. Bir də çox təəssüflər olsun ki, bizdə azadlıq anlayışını çox səhv anlayırlar. Mən özüm bugünkü gündə belə deyirəm ki, mən özgür olmaq istəyirəm, mən rahat olmaq istəyirəm. Bu o demək deyil, mən istədiyim hər şeyi eləməliyəm. Mən onsuz da istədiyim hər şeyi eləyə biləcəm. Ağıldayam. Mən bilirəm ki, nəyi etsəm mənim üçün düzdür. Sərhədlərinizin nə olduğunu bilirsiniz. Sərhədlərimi bilirəm. Nə qədər mentalitetdə yox desək də, müəyyən qədər mentalitetin bəzi hissələri bizi sıxsa da, bəzi hissələr isə məncə hələ də qalmalıdır və davam etməlidir. Çünki cəmiyyəti də müəyyən qədər qoruyan, müəyyən qədər pərdədə saxlayan bir şey varsa, o da mentalitetdir. Amma baxın hansı formada istifadə edirik biz onu. Bizim həyatımıza nə qədər müdaxilə olunur. Azadlıqda kim nə deyər qorxusunu aşmaqdır mənə görə. Sənin qızın oxumaq istəyir, azad bir fərd olmaq istəyir, düşüncəsini təkmilləşdirmək istəyir, amma sən deyirsən ki, kim nə deyər? Qonum qonşu nə deyər? O qədər 3-5 oğlanın içində oxuyar, o nə deyər, bu nə deyər? Və o bizi blokadada saxlayan həyat zamanı gəlir biz azadçılığa çıxanda belə düzgün azad yolu belə seçə bilmirik. Gəlir başlayır problemlər yaranmağa.
Burada bir nüans var, siz də bilərsiniz. Deyirlər ki, rayondan gəldi, dəyişdi. Çünki rayonda o insana əslində düzgün azadlıq nədir, siz onu öyrətməmisiniz. Düzgün davranış qaydası nədir, öyrətməmisiniz. Cəmiyyətdə necə davranmalıdır, o bilmir. Necə geyinməlidir, necə rahat olmalıdır. O qədər sıxmısınız ki, o qədər istəmədiyi hər şeyi ona elətdirmisiniz ki, o artıq azadlıq görəndə o anlayış o qədər yanlış anlayır ki və tamamilə həyatını puç eləməyə qədər gedir. Azadlıq çox önəmli bir şeydir və məncə var. Azadlıq var. Bir yazarın sözü idi. Mən ona da sual vermişdim ki, el-aləm nə deyər? Bizim həyatımızın əsasında var və bu bizim həyatımızı yaxşı və pis formada da təsiri Təsirləndirir. olur. Bəli, təsiri olur. El-aləmi nə qədər həyatımızda saxlayıb hansı hissəsini həyatımızdan çıxartmalıyıq? Mən bu suala o yazarın dili ilə cavab verəcəm, amma sizin fikriniz mənə maraqlıdır. El-aləm, yəni harda başlayıb harda bitməlidir sizə görə? Nə zaman var olmalıdır, nə zaman çıxarılmalıdır? Yaxşı sualdır. Biraz düşündürücü sualdır eyni zamanda. Baxın, cəmiyyətdə davranış qaydaları var, Bəli. etik qaydalar var. Cəmiyyət içində müəyyən bir sərhədlər var ki, sən onu pozmamalısan. Davranışına, duruşuna, danışığımıza fikir verməliyik. Bu mütləqdir. Öz hərəkətlərimizi hər zaman özümüzə uyğun yönləndirsək də cəmiyyəti də düşünməliyik bir növ. Siz düşünün ki, mən bu gün sizinlə gəlib danışıram. Bir insan olsa belə qarşımdakı o da bir cəmiyyətdir. Bəli. Biz o insana sayğı duymalıyıq, hörmət etməliyik, onun çərçivəsinə hörmət etməliyik. Bunun özü də bizdə bir mədəniyyət, bir mentalitetdən irəli gəlir də. Hansı ki biz cəmiyyətdə çox olan bir yerdə, məsələn, adi bir şeyi deyirəm, çox ucadan gülməməliyik. Bunun özü mədəniyyət sayılmır. Və yaxud da ki, artıq hərəkət etməməliyik. Müəyyən mövzular var ki, kiminlənsə mübarizə aparırsansa, deyirik ki, onu evdə həll eləyərik. Bunlar çox gözəl şeylərdir. Amma bir yöndən də biz bir çox şeyləri cəmiyyətə görə, necə deyim, özümüzü onlara uyğunlaşdırırıq, belə deyək. Bəzən çox əsəbləşirsən, istəyərsən ki, bir bağırasan, amma cəmiyyətdən ayıbdır, cəmaatdan ayıbdır, bir susarsan. Bunun çox yaxşı tərəfi odur. Mənfi tərəfləri də odur ki, sənin həyatı var, sənin evində olmayan, sənin evinin içində, əgər, belə deyim də, əgər mentalitet bizim evin içinə girirsə, kim nə deyər qorxusuyla, o zaman bu onun mənfisidir. Mənim süfrəmdə, mənim evimdə oturmayan bir insan, mənim həyatımla bağlı bir fikir irəli sürəcək deyə, mən o həyatda məhbus olub qalıramsa, öz həyatımı formalaşdıra bilmirəmsə, məncə bu çox təhlükəli bir şeydir. Bəli, elə romanda da bəhs etdiyiniz kimi bir yerə qədər el-aləmi dinlədi. Ata da dinləyir, ana da dinləyir. Siz özünüz belə el-aləmin nə deyəcəyini düşünərək susursunuz. Hətta şiddət gördüyünüz halda valideynə belə bunu artıq demirsiniz. Bəli. O məndə el-aləmin qorxusu deyildi, bir bezginlikdir. Mən heç vaxt bu yaşıma qədər kimsə nə deyir düşüncəsində olmamışam. Çünki kimsə mənim nə yaşadığımı bilmir, nə yaşadığımı görmür və həyat məni necə yönləndirdiyini bilmir. Amma mənim susma səbəbim doğrudan da mən məsələn şiddət görəndə də və yaxud da bəzi anlarda heç nə olmayanda da evdə heç vaxt valideynlərimə müraciət etməmişəm. Bir küskünlükdür o. Desəm də xeyri olmayan, desəm də heç bir necə deyim, söz deyirsən və sən onun nəticəsini görmürsənsə, artıq küsürsən və küsüb susqunlaşırsan. Mənim susqunluğum ondan irəli gəlirdi. Nəticə dəyişmədiyi üçün siz susqunluğu Bəli, və uzaqlaşmışdım. Qeyd etmək istədiyim nə idi? Əsərin sonuna doğru artıq siz bir atanızla müzakirəniz zamanı siz artıq bir ixtisas sahibi olmağa qərar verdiyinizdə, həyatınızda bir dönüş nöqtəsi etməyə qərar verdiyində orada bir cümlə işlədirsiniz ki, mənim illərlə, yəni 10 il çəkdiyim əziyyəti, qurban verdiyim həyatda qohum, əqraba, el-aləm yox idi. Mənimlə bərabər deyildi. Mən sözü ora gətirmək istəyirəm ki, yəni o bayaq qeyd etdiyim kimi, o yazarın da dediyi kimi, biz eli əslində qeydə alıb ailəmi buraxmalıyıq. Çünki el bizimlədir, biz bir cəmiyyətin bir parçasıyıq. Amma ailəm bizim evimizin içində deyil, bayaq siz qeyd etdiyiniz kimi. Ailəm bizim nə yaşadığımızı bilmir. Və sizin də vurğuladığınız kimi, biz cəmiyyətin
Yəni ayrılmaz bir hissəsiyik. Birlər birləşib, fərdlər birləşib biz cəmiyyəti yaradırıq və bu gün sizin üzərində durduğunuz, müzakirəsini birlikdə apardığımız, sizin mübarizə verdiyiniz, mücadilə etdiyiniz bu erkən nikah mövzusu belə bu cəmiyyət üçündür. Cəmiyyətin belə o sizdən əlavə bu fəsadlara, travmalara, cəmiyyətin belə bu problemləri yaşayan üzvlərinə bir səs olmağa çalışırsınız. Niyə də burada el olmasın? Amma aləm sizin yaşadığınızı əgər bilmirsə və ya bilib səssiz qalırsa, burada təbii ki, o aləmdən bəhs etməyə dəyməz. Bəhs etmək istədiyim mövzulardan biri də sizin məktəb illərində müəllimlərinizdən aldığınız dəstək, sonra əsərin sonuna doğru sevgi ilə bəhs etdiyiniz Xatirə xanım. Doğrudan da o Xatirə xanım var mıydı? Yoxsa sizin yaratdığınız bir xəyali obraz idi? Müəlliminiz təbii ki, var idi. Mənim də bugün rəhmətlə, sevgi ilə xatırladığım, həyatımda hər hansı bir fikrin formalaşmasına yol alan müəllimlərim ki var, buradan onları rəhmətlə, hörmətlə anıram, həyatda olanları, sevgi ilə həyatdan köçənləri rəhmətlə anıram. Onlardan biraz bəhs edək. Mənim orta məktəbdə ən çox sevdiyim müəllimim ibtidai sinif müəllimi olub, AFAQ müəllimi olub. Onu hədsiz çox sevmişəm. Necə deyim, o deyirlər, müəllim insanın ikinci anasıdır. Mən elə görürdüm AFAQ müəlliməni. Hədsiz çox sevirdim. Hətta bizə bir AFAQ müəllimi mənə çəpişim deyirdi bu arada. Çox sevirdim onun sözünü. Mən biraz balacaydım, boyum balacaydı. Birdən bir şey olsa AFAQ müəllimi mənim kurtkamı geydirirdi. Bir dəfə yalandan dedim ki, əyilib mənim kurtkamı bağlaya bilərsiniz. Müəllimə də bana üzündən öpüb qaçmışdım. O qədər çox istəyirdim AFAQ müəlliməni. Sonra təbii ki, həyatıma toxunan müəllimlərim olub. Hər birini çox sevmişəm. Məktəb müddətində həm məktəb həyatını çox sevmişəm, hədsiz çox sevmişəm. Həm də o mühitdə olan müəllimlərimi çox sevmişəm. Xatirə xanıma gələndə isə hər kəsin mənə verdiyi bir sual ki, Xatirə xanım personaj yoxsa həqiqətən var? Mənim o kitabımda mənim xəyalən yazdığım heç kim yoxdur. Hər biri həqiqətən də var. Xatirə xanım Kod Akademiyada hal-hazırda hələ də orada fəaliyyətinə davam eləyir. Tələbələrlə işləyir daha çox. Onların psixologiyası ilə tanış olur, onlara yön göstərir. Yaxşı ki, elə bir insan, elə bir rəhbər var orada həqiqətən də. Xatirə xanım mənim həyatıma o sehirli çubuğu ilə toxunan insanlardan biridir. Çünki ümidsizliyin içərisində tanımadığım bir səs mənim ümidim olmuşdu və o səs mən Naxçıvanda ola mənim Bakıdan gəlirdi və məni Bakıda çağırırdı. Siz inanırsınız, mən tanımadığım bir insana, tanımadığım bir səsə hər kəs sənə deyir ki, olmaz, olmayacaq. Amma bir nəfər deyir ki, tanımadığım bir nəfər deyir ki, olacaq, bacaracaqsan, mehriban, hər şey yaxşı olacaq. Səni dinləyir, səni duyur, səni necə deyim, dərdini anlayır. Bu çox gözəl bir şeydir. Və o bir də mənə bir sual verirlər ki, necə oldu ki, bütün o sözləri bir telefon zəngində dedin sən Xatirə xanıma? Bəli, bir telefon zəngini mən yığdım. Xatirə xanım mənə 2-3 saat vaxt ayırdı və mənə o qədər inandırdı ki, hər şey yaxşı olacaq. Artıq mən o telefonu açanda müəyyən dərəcədə ümidləri qırılmış bir qız yox, telefonu söndürəndə bacaracağına inanan və həqiqətən də mübarizə aparan bir qıza çevrilmişdim. Mehriban xanım, əsərdə Nərgiz israrla təhsil mübarizəsi aparır, israrla oxumağın mücadiləsini aparır və içində bir türklərin bir sözü var, uqdə var, bir hüzün var bununla bağlı. Həm o Nərgiz üçün o dönəm təhsil çox önəmli idi, amma bugün Mehriban üçün təhsil həqiqətən də hər şeydirmi? Təhsil hər şey deyil, amma çox şeydir. Mən onu başa düşdüm ki, təhsil deyəndə bizim ağlımıza sadəcə olaraq universitet həyatı gəlməməlidir, o diplom gəlməməlidir. İnsan özü özünə belə təhsil verə bilər. Deyirlər, alim olmaq asandır, adam olmaq çətindir. İnsan özü birinci özünə təhsil verməlidir, özü özünü təkmilləşdirməlidir. Və əgər bir insan istədiyi düşüncəyə, istədiyi necə deyim, gücə sahibdirsə, təhsil almasa belə, o cəmiyyətdə həm özünü sübut eləyə bilər, həm də istədiyi yönə gedə bilər. Siz də mənə, necə deyim, bəlkə də mənlə eyni fikirdəsiniz ki, təhsil almış, oxumuş o qədər cahil insanlar var ki, mən o insanları gördükcə çox qorxuram, hədsiz qorxuram. Nərgizdə isə bilirsiniz, içində o üqdə qalmışdı, siz demiş. Çünki 9-cu sinifdə Nərgiz oxuyurdu. Onun orada gözləri necə deyim, neçə faiz zəifləmişdi və gəldi, oxudu, bitirdi, bütün imtahanlardan keçdi.
heç vaxt şəhadətnaməsini ala bilmədi. Çünki papası demişdi ki, ailə qurur da. Sanki ailə ona diplom da olacaq, şəhadətnamə də olacaq. Nərgiz ayrılan kimi, hətta ayrılma prosesi başa çatmamış, getdi şəhadətnaməsini aldı, imtahan verdi, Nərgiz attestatını da almışdı və artıq bu şəhadətnamə mənim üçün bu həyatdakı ən böyük diplomdur, ən böyük uğurdur. Nərgizə seçim haqqı verilmədi. Verilmədi. Əgər seçim haqqı verilsəydi, Nərgiz nəyi seçərdi? Necə bir şey seçərdi? Nə istəyirdi? Nərgiz uşaqlıqdan balerin olmaq istəyib, çox sevirdi. Həqiqətən. İndi də o mənim bir qalıbdı məndə və bəzən düşünürəm ki, mən mütləq onu özüm üçün bir hobbi kimi mütləq ki, onunla məşğul olacağam. Nərgiz sonra jurnalist olmaq istəyirdi, bir də ki, vəkil olmaq istəyirdi. O da yəqin ki, yaşadığı həyatdan, düşdüyü mühitdən irəli gəlirdi ki, o davamlı özünü açıqlamaq məcburiyyətində idi kimlərəsə. Çünki Nərgizin evlənənə qədərki həyatı da biraz çətin olubdu. Bacısı xəstə olubdu, valideynlər onun uğrunda davamlı bacısı üçün aparıblar xəstəxanalara, bacının arxasınca gediblər, belə deyim. Biz aylarla valideynimizi görmürdük. Deyim ki, Nərgiz 5 ay, 6 ay valideynsiz qalırdı, başqa bir qapıda qalırdı. Əmi evi, dayı evi nə qədər olsa da oradakı çətinlikləri görürdü. Atanın, ananın yoxluğunu hiss eləyirdi və o artıq Nərgiz elə oradan böyüməyə başlamışdı. Məhz orada. Bəli. Və yeri gəlmişkən vurğulayım. Qadın öyrənir deyə bir cümləniz keçir. Yəni bu mənim təsirləndiyim, çox üzüldüyüm. İnsan hər şeyə alışır, öyrənir. Amma bunu 16-17 yaşlı, artıq ana olmuş, bir evladı olan, hər şeyə rəğmən həyata tutunmağa çalışan, evladı üçün yaşamağa çalışan bir uşaq deyir. Hələ də böyüməyib. Uşaq deyir. Çox necə bir hiss yaradır bu sizdə? Bu ümumiyyətlə cümlənin altında, yanında, yan yörəsində nələr var? Siz bir uşaq düşünün, o gülən, əylənən, şıltaq bir uşaq və bir günün içində o qadın olur. Birinci, onun travması çox fərqlidir. Nə yaşadın? Bundan sonra nə olacaq? Həyatında səni nə gözləyir? Dünən gözünü ailəvin evində açırsan, bugün sən başqa bir evdəsən, başqa bir mühitdəsən. Ola bilərsən o insanları, o həyatı tanıyırsan, ola bilərsən o evi tanıyırsan, amma sən o Ya bir evdə də tanımadan köçən insanlar var. Bəli, o da ayrı bir travmadır. Tanımadan köçdüyü insanlar var və sən o evin içərisindəki yad birisən və o evə alışmağa çalışırsan. Çox qəribə bir hissdir. Və sonra onun ağırlıqlarını öyrənirsən. Artıq sən o evin necə deyim, qohumu deyilsən, o evin əziz qızı deyilsən, sən o evin gəlininə çevrilirsən və gəlin oradakı bilirsiniz, Rol model dəyişir. Rol model bəli dəyişir və üzərinə davamlı yük qoyulur. Artıq sən çox yaxşı iş görməlisən, sən hər kəsi qane eləməlisən, sən bir nəfərdən asılı deyilsən, hər kəsdən asılısan, bütün işləri görməyi bacarmalısan. Sən davamlı çiynivə yüklənirsən. Bir məsuliyyətlər olur. Məsuliyyətləri artıq sən öyrəşməyə başlayırsan ki, doğrudan da mən duracağam, bu işi görəcəm, bu mənim günlük rutinimdir. Mənə get desələr gedəcəksən, qal desələr qalacaqsan, otur desələr oturacaqsan. Sənin danışma haqqın nə qədərdir? Hə, durub gündəlik həyatdan söhbət eləyə bilərsən, amma özündən, öz istəklərindən nə qədər danışa bilərsən? Heç bir halda. Sən özün həyat yoldaşından həkimə belə gedə bilmərsən. Bu çox belə necə deyim, bəlkə də bizdə erkən nikahda olan insanlar bəlkə də həqiqətən biraz tək qalsalar, özləri qalsalar, yoldaşı ilə o şəxslər olmasa, bəlkə də öyrəşəcəklər bir-birlərinə, bəlkə də bir yerdə mübarizə Birlikdə aparsalar. böyüyəcəklər bəlkə. Çünki o həyatda sadəcə Nərgiz böyüyürdü. Salihə heç nə olmamışdı. Salihə öz həyatına davam edirdi. Sadəcə evdə bir qonaq mı var idi, deyim, bir insan mı var? Çünki ailə kimi də, yoldaş kimi də görmürdü də. Deyim ki, onun evdə yoldaşı vardı, onun evdə yoldaşı da yox idi. Sadəcə bir insan gətirmişdi ki, valideynləri sussun, onlara sus payı verilmişdi, valideynlərin istədiyi artıq olmuşdu, nəticələnmişdi. Nərgiz isə o evdə davamlı böyüməli və davamlı məsuliyyət altına girməli idi. Bəli. Geriyə qayıtmaq istəyirəm Nərgizin nişanlılıq dövrünə və hadisələr Naxçıvanda baş verir. Nərgizlə
Salih nişanlandıqdan sonra, yəni aylar sonra ilk dəfə birlikdə bayıra çıxırlar. Bu mənim ən çox kövrəldiyim, indi belə deyərkən boğazımda bir düyünlənmə yaranır. Niyə deyəcəm? Mən 6 dəfə Naxçıvanda səfərdə olmuşam. Naxçıvanın, yəni demək olar ki, hər yerini gəzmişəm, görmüşəm, müxtəlif eyni zamanda rayonlarında da olmuşam. Mənə çox doğmadı Naxçıvan və Salihlə Nərgiz mənim çox sevdiyim, mənə çox doğma olan bir yerdə ilk dəfə görüşürlər. Toxunmaq istədiyim məqam nədir? Möminə xatun türbəsinin yaxınlığındakı parkda oturmusunuz. İki bir-birini sevməyən insan, Bəli. iki bir-birindən uzaq dünyalara sahib olan insan, amma şərqdə bunu bəlkə çoxu bilir, bəlkə çoxu bilmir. Şərqdə ilk sevgi məbədi məhz Azərbaycanda, Naxçıvanda Möminə xatun türbəsidir Heç mən yaranan. özüm də bilmirdim. Bəli, Atabəy Eldəgiz onu həyat yoldaşı Möminə xanıma vəfatından sonra bir eşq məbədi olaraq tikdirir. Bizim eşq məbədi deyə səyahətlər edib görməyə getdiyimiz Tac Mahal belə çox sonralar yaranmağa başlayıb. Və mənim üzüldüyüm, incindiyim, kövrəldiyim nüans budur. İki bir-birini sevməyən insan, bir-birindən xəbərsiz, dünyalarından belə bir-birinin dünyasını kəşf edə bilməyən iki insan eşq məbədinin yanında oturub, amma bir-birlərindən Kədərli çox uzaqdılar. Danışdınız ilk görüşdən. İlk görüş də mənim üçün travma idi. Heç Nərgiz ilk görüşə getmək istəmirdi, çünki öyrəşə bilmirdi. Yenə də Nərgizin valideyni və bacısı İsrarla. israrla onu göndərmişdi və Nərgiz yol boyu ağlamışdı. Sakit ağlayırdı, səssiz ağlayırdı. Sadəcə gözlərindən belə yaş axırdı. Həmin gün yağış yağırdı, heç yadımdan çıxmır. Sanki Tanrı da Nərgizi eşidirdi, bir ailəsi eşitmirdi. Bəli. Göyün üzü belə hüzünlənmişdi. Bəli. Möminə xatuna getdik. Orada Qızlar Bulağı deyilən bir yer var idi. Nərgiz orada oturmuşdu masada. Necə deyim, o an anlamağa çalışırdı. Əslində sevgi nədir? Və yaxud da ki, mən necə davranmalıyam? O sözü düşünürdü. Mən necə davranmalıyam? Necə olmalıdır? İndiki dövrün uşaqları maşallah 16 yaşa çatanda artıq sevginin nə demək olur? Fikirləri var, bəli. İnanın ki, bizə dərs keçərlər, amma Nərgiz və o dövrün uşaqları üçün sevgi siz demiş kitablarda, nağıllarda, filmlərdə gördüyü qədərilə idi. Amma o an üçün Nərgiz o sevgini sevməmişdi məsələn. Çox yad hiss eləyirdi özünü. İndi danışdıqca da xatırlayıram. Hədsiz dərəcədə yad idi ora, o masaya, o insana. Belə görürəm ki, Nərgiz heç vaxt Salihlə doğmalaşa bilmədi. Hər zaman yad qaldılar bir-birlərinə. O türbənin altında, o eşq məbədində belə deyək, iki bir-birini sevməyən insan var idi. Çünki mən düşünmürəm Salih də Nərgizi sevirdi. O da sevgi deyildi. O da mentalitetin bir parçası idi ki, siz birləşməlisiniz və cəmiyyət deməlidir ki, bu gənclər ailə qurdu. Ailə qurdu deməklə də ailə olmur. Nərgizin orada qorxuları, tərəddüdləri var idi. Hətta orada Salih ilk dəfə Nərgizin əlindən tutanda Nərgizin içində qəribə bir hiss yaranmışdı. Bəlkə də onun xoşuna gəlmişdi, bəlkə də çox qəribə olmuşdu. İndiki halda xatırlamıram, amma bir onu bilirəm ki, o gecə səhərə qədər Nərgiz düşünmüşdü. Bu nədir? Mən nə yaşayıram? Bir tərəfdən o həyata alışmağa çalışırdı. Artıq sən buna məcbursan. Bir tərəfdən də Nərgizin içərisində, Nərgizin öz dünyasında o Dəlisov qız var idi. Hansı ki, mübarizə aparan, mən çıxış yolu tapa bilərəm, mən bu həyatda qalmaya bilərəm. Onu da düşünən bir qız var idi və Nərgiz 2 il mübarizəsini aparmışdı o həyatda. Hər anında istər gəlinlik geyinəndə, istər necə deyim, onun üçün ən yaxşı, ən gözəl cehizlər alınanda, hətta vağzalı çalınanda belə Nərgiz son dəfə getmək istəmədiyini dilə gətirmişdi. Ona görə Nərgiz o an sevgini tanımamışdı, deyə bilmir sevgi nədir. Bugün Mehribandan soruşsaz sevgi nədir? Mən hələ Yeri də onun gəlmişkən cavabını soruşum, bugünkü Mehriban üçün sevgi nədir? Ümumiyyətlə, bura qədər yaşadıkları Mehribanı bugün sevməyə sövqləndirirmi, yoxsa sevməyə bir əngəldirmi? Sevgi bugünkü Mehriban üçün nədir ümumiyyətlə?
Mehriban sevgi insandır və sevməyi sevir. Ətrafını sevir, ətrafındakı insanları sevir, onlara qayğı göstərməyi sevir, onlara hər şəxsə özəl yanaşmağı sevir. Əgər ki, ümumi sevgidən söz açılırsa. Mənə görə Mehribanın qəlbi, bunu hər zaman özümə deyirəm, Mehribanın qəlbi sevgi ilə dolmalıdır. Sevməlidir və sevilməlidir. Başqa bir Alternativ yox. müəyyən bir hisslər var ki, yan hisslər orada heç vaxt olmamalıdır ki, hansı ki, mənfi təsirlər, belə deyim. O qaldıq, amma şəxsi sevgini əgər soruşursunuzsa, bu haqqda mən çox düşünürəm ki, bir insanı, bir şəxsi sevmək necə bir şeydir? Mehriban bunu heç bacarıbmı? Heç həqiqətən də bir şəxsə aid olduğunu və yaxud da bir şəxsi sevdiyini düşünübmü? Buna cavabım yox olacaq. Çünki həqiqətən düşünməmişəm. Ola bilər ki, həyatımızın müəyyən periodlarında o hissi yaşadığımızı düşünək, amma sonra geriyə baxırsan və o prosesdə baş verən hadisələrdə görürsən ki, sevgi Mehriban üçün tam ayrı bir şeydir. Amma bizim cəmiyyət üçün sevgi belə bir şeydir ki, sevirsənsə sahiblənməlisən. Sahiblənirsənsə qadağa qoymalısan. Qadağa qoyursansa qısqanırsan, qısqanırsansa deməli sevirsən. Bu çox qəribə bir paradoksdur. Etiketlər altında bir sevgi olur Bəli, bu. bəli. Müəyyən başlıqların altını doldurmaq üçün yaşanmışlıq Yəni bu olur. səni sevmir. Səndən xoşu gəlir, səni özününküləşdirərək sevməyə çalışır. Bu artıq mehribanı sevmək deyil, belə deyim. Mehribanı sevirsə bir insan, məsəl üçün, söhbət mehribandan getməsin, ümumi deyək. Bir insanı sevirsənsə, olduğu kimi sevməlisən. Onun gülüşünü, onun hərəkətini, davranışını, geyim tərzini görərək, onu tanıyaraq sevməlisən. Biz körü aynə aşiq olmuruq ki, onu birinci müşahidə edib sevirik. Əgər sonra sən o sevdiyin insana, səni sevirəm deyəndən sonra, onun da təsdiqini alandan sonra onun gülüşündən məhrum edirsənsə, geyim tərzini dəyişməyə çalışırsansa, düşüncəsini dəyişməyə çalışırsansa, məncə bu sevgi deyil, bu yönləndirmədir. Sən sadəcə onun cismini sevirsən, onun görünüşü xoşuna gəlir və onu mənimkiləşdirərək, özününkiləşdirərək, öz qəlbinə salaraq sevməyə çalışırsan. Bu da sevgi deyil. Və çox təəssüflər olsun ki, mənim dediyim sevgi daha çoxdur hər kəsdə. Mən görürəm ki, sevgi yox da mən sayğı acıyam. İnsan sənə sayğı duyursa, deməli onun sevgisi daha üstündür. Elə bir an olur ki, məsələn görürəm də, eşidirik, duyuruq. Qadına şiddət də olur, qadını müəyyən şeylərdən məhrum etmək də olur. Bu qadın və yaxud da kişi fərq eləmir. Bəzi qadınlar o kişiyə məhrum eləyir hər şeyi, onu qısqanır. İnsandan söhbət gedirsə, yəni bu qarşındakı insanı olduğun kimi sevməyi bacarmırsansa, ona davamlı sərhədlər qoyub və özündən uzaqlaşdırırsansa, məncə bu sevgi deyil, bu sayğısızlıqdır. Mən belə də yanaşıram. Sayğı duymalısan. Sayğı çərçivəsində olan sevgi məncə ən gözəl sevgidir. Bəli. Əslində mənə elə gəlir ki, sevginin ümumi bir tərifi olmamalıdır. Bəli. Çünki hər kəsin özünə görə sevgini anlama, qavrama, yaşama tərzi var, forması var, qaydası var. Ona görə sevgini sırf bu təriflə bu başlıq altında biz müzakirə etsək, ələ alsaq, məncə yetərsiz qalacaq. Amma sayğı hər zaman, yəni o sevgini diri tutan, o sevgini həyatda edən, uzun ömürlü edən başlıca amildir deyə düşünürəm. Və burada toxunmaq istədiyim bir nüans daha var. Artıq üzərindən müəyyən müddətlər keçib və Nərgiz artıq Salehin ona xəyanətinin açıq-aydın şahididir. Baxmayaraq ki, bunlara nişanlılıq dövründə də rast gəlmişdi, amma çox da üzərində durulmamışdı. Həm ailə olaraq, həm Nərgizin özü balaca idi. Amma qaçınılmaz bir reallıq var idi. Nərgiz xəyanətlə üz-üzə idi. Və orada bir cümlə var. Xəyanətə uğrayan kəs səhvi özündə axtarır. Bəli. Bu məni çox dəhşətə gətirdi. Bunu 30-40 yaşında bir insan desəydi, hardasa düşünərdim ki, həyat təcrübəsi var, bəlkə əlində hansısa bir real səbəb var, bəlkə doğrudan da özünün hansısa bir nöqsanın fərqindədir, amma yəni evlilikdən bir 5 il deyək sonra, 16 yaşın üstünə 5 gələndə 20-22 yaş aralığında 5 il sonra da deyil. 3 ay, 2 ay sonra idi. Bu qədər yaxın. Yəni yenə deyək 16-17 yaşında bir qız uşağı necə belə dərin düşünə bilir? Niyə özündə nöqsan axtarır? Niyə səhv özündə axtarır? O Nərgiz o situasiya ilə qarşılaşanda ilk o qızı təsəvvür eləməyə çalışdı. İndi baxıram və çox
çox gülməli və çox acınacaqlı bir haldır ki, o qarşısındakı qız, rəqibi deyək, onu təsəvvür eləməyə çalışdı. Necə qızdır. Görəsən nə qədər gözəldir və mənə görə o qadın dünyanın ən gözəl qadını idi. Doğrudan Nərgiz onu dünyanın ən gözəl qadını kimi görürdü. O qədər gözəl idi ki, yoldaşı onu istəyirdi, onu sevirdi və sonra onların sevgisini təsəvvür edirdi. Demək Saleh sevə bilir. Demək Saleh bir qadının könlünü xoş tuta bilir. O Salehlə də qarşılaşırdı əslində. Sadəcə xəyanətə uğradığı ilə yanaşı Salehin sevməyi bacarmağı ilə də üzləşirdi ki, Saleh sevə bilir əslində. Sadəcə Nərgizi sevmir. O yaşda, 16 yaşdakı Nərgiz üçün özünü necə deyim, çox əksik hiss edirdi o Nərgiz. Hardan gəlirdi bunun qaynağı? Mənə elə gəlir ki, bunun üzərində biraz duraq. Bu bizim cəmiyyətdə, ailədə bizə öyrədilmiş yanlışlıqlardırmı ki, bizi yəni özümüz deyil də özgələri ilə müqayisə etmək? Yox, baxın, o an üçün deyirəm, özüm üçün deyirəm də. Yəni Nərgiz üçün elə deyil. Nərgizin olduğu mühitə görə, Nərgizin özünə gedib güzgüdə özünə baxanda ki, o ev halı, o geyim tərzi, o saçının stili, o heç olmayan o halı, heç bəyənmədiyi o halını düşünürdü ki, mən özümü bəyənmirəmsə, mən özümü olduğum kimi sevə bilmirəmsə və mən özüm bu həyatda bir yerə gəlməmişəmsə, Saleh Nərgizi niyə sevsin? Nərgiz heç özünü həyatda sevmir. Saleh onu niyə sevsin? Və çox acınacaqlıdır ki, haqq belə qazandırdı Salehə. Çünki Salehin sevdiyi qız Bakıda yaşayır. Salehin sevdiyi qız daha gözəldir. O universitetdə oxuyur. Onun geyim tərzi fərqlidir. Çünki Nərgiz onun şəkillərini belə görmüşdü hətta. O daha gözəldir. O şəhərə tək çıxa bilir. O istədiyi arzularını tək həyata keçirdə bilir. Nərgizdə olmayan hər şey, Nərgizin özü üçün Nərgizdə olmayan hər şey o qızda var idi. Yəni ona görə Nərgiz üçün o qız daha yaxşı idi və daha gözəl idi. Buradan bir nəticəyə gələ bilərikmi ki, ailələrə bir səs olsun, bir mesaj olsun, evladlarına seçim haqqı verilsin, evladlarının nəyi bacardığını kəşf etsinlər, nəyi bacara bilmədiyini, nəyə üstlənə biləcəklərini kəşf etsinlər, bu yöndə onlara dəstək olsunlar. Mən valideynlərə də səslənirəm. Siz dediyiniz kimi, icazə verin qızlarınız özünü tanısın, icazə verin qızlarınız özünü formalaşdırsın, onların söz azadlığı olsun, onlar cəmiyyətlə tək qarşı-qarşıya gəlsin, səhvləri ilə, düzləri ilə özlərini təkmilləşdirsinlər. Bu valideynlərə deyəcəyim sözdür, amma həyat yoldaşlarına deyəcəyim söz o ola bilər ki, yanınızda necə qadın görmək istəyirsinizsə, elə qadın yetişdirin. Və onu əgər ailə bacarmayıbsa, siz bacarın. Necə qadını özünüzə layiq görürsünüzsə, necə bir tipdən xoşunuz gəlirsə, necə bir geyimdə olsun istəyirsinizsə, artıq siz onu öz yoldaşınızda, öz həyatınızda formalaşdırın. Yəni bir insanı əşya kimi alıb evə qoymaq və sonra öz istədiyim, öz arzularımın arxasınca getmək, yəni bu heç də etik deyil. Orada bir həyat məhv olur, bir həyat yoxa çıxır. Yəni mən Salihə orada bugün belə mən Salehi günahkar kimi görmürəm müəyyən şeylərdə. Buna görə mənə çox əsəbləşirlər. Necə günahkar gördü? Bu qədər şey yaşadıb sənə. Onun xislətində o var idi. Onun özü də çox erkən yaşda ailə qurmuşdu və düşündüyü yeganə şey o idi ki, bilirsiniz necə dırnaqarası yanaşır. Aldım, gətirdim hamı kimi də. O mühitdə hamı kimi, hamının elədiyi kimi. Sonra oğlan uşaqlarının o həyatda öz həyatları var da müəyyən qədər. Qızı aldım, gətirdim, evə qoydum və mən istədiyim həyatı, istədiyim eşqi, istədiyim sevgini hər kəslə yaşaya bilərəm. Yəni xəyanət çox acı bir şeydir. Məlikə xanım, mən düşünürəm ki, bunun vəzifəsi, dini, irqi yoxdur. Hətta bəzi hallar olur ki, necə deyim, deyirlər ki, filan vəzifədə insana xəyanət olundu, qadına xəyanət olundu. Onun acısı ilə kəndin ən ucqar yerindəki xəyanətə uğramış qadının acısı eynidir. Heç fərqli deyil. İkisinin də qəlbləri eyni şəkildə qırılır. Nə qədər ki, şəhərdəki qadın özünü güclü göstərməyə çalışsa da, sözüm burada necə deyim, müqayisə edərkən regionları deyil də, şəhərdəki qadın özünü nə qədər güclü göstərməyə çalışsa da, nə qədər bilinçli olsa da, nə qədər o rayondakı qadından çox oxumuş və özünü tanımış olsa da, xəyanət elə bir şeydir ki, acı gəlir çox ortaq bir nöqtədə dayanır. Yəni bu artıq sənin özünü nə qədər inkişaf elətdirməyə baxmır.
Bəli. Həyatdakı ən böyük acı məncə xəyanətdir. Amma Nərgizə görə xəyanət isə bugünkü gündə mən baxıram ki, əslində heç bir qadın xəyanətə uğramır. Bəli. Çünki o artıq qarşımızdakı insanın xislətindən irəli gəlir və o insan özü özünü aldadır. O insan özü müəyyən şeylərlə öz həyatında o qədər boşluq var ki, özünü o qədər tamamlamırmı deyim, tanımırmı Bəli. deyim və başlayır xəyanət etməyə. Və xəyanət biri ilə, ikisi ilə edər. Yəni bu insan davamlı bunu edirsə, deməli davamlı axtarışdadır. Və Bəli. onun axtardığı əslində öz şəxsiyyətidir. Çünki şəxsiyyəti ilə üzləşmir, üzləşə bilmir. Qadınlar bu barədə daha cəsarətlidir. Nə istədiklərini daha yaxşı bilirlər. Amma müəyyən bir yer var ki və müəyyən mövzular var ki, orada bəlkə də kişilər biraz daha geridə qalırlar və nə istədiklərini tapana qədər bu yola başvururlar. Bəlkə də bu da onların bir qaçışıdır, özlərindən qaçma yoludur, bilmirəm. Kitabda daha çox incə məqamlardan yola çıxaraq, erkən nigahın insan həyatında yaratdığı travmalara, fəsadlara, problemlərə toxunmağa çalışdım. Nə qədərinə toxuna bildimsə artıq. Çünki erkən nigah istənilən halda qəbul edilməzdi. Qəbul etməz. Bəyəniləcək, tərəfinin tutulacaq səbəbi yoxdur. Yox. Və biz heç bir şəkildə buna bir cüzi də olsa haqq qazandıra bilmərik ki, oldu bu erkən nigah olmalı idi və çox da yaxşı oldu. İstənilən halda fizioloji, bioloji, psixoloji, dini, hardan baxsaq, hansı pəncərədən, hansı ideologiyadan yanaşsaq, erkən nigah qəbul edilməzdi. Bəli. Və mən ona görə erkən nigahın ətrafında deyil də, erkən nigahın real yaşayıcısının yazdığı kitabdan nüanslara toxunmağa çalışdım. Gələcək hədəfləriniz yönündə bir sual vermək istəyirəm. Həm erkən nigah mövzusunda, həm ümumiyyətlə seçim edə bilmək, övladlarının seçim etməsinə imkan yaratmaq olsun, özünü kəşf etməkdə inkişaf baxımından cəmiyyət olaraq nə edirik bu gün? İstər mehriban olaraq, istər hamımız olaraq, hər hansı bir ixtisasın, statusun sahibi olaraq, öz müşahidələrinizə əsasən cəmiyyət olaraq bu gün nə edirik, nə etməliyik? Cəmiyyət hal-hazırda o qədər çox şaxəli olub ki, bəziləri irəli getmək üçün çalışarkən, bəziləri irəli gedənləri tutmaq üçün çalışır. Hələ də müəyyən regionlar var ki, erkən nigaha necə deyim, haqq qazandırırlar, bu belə olmalı deyirlər. Cəmiyyətimizin bir çox üzvləri var ki, bununla mübarizə aparır. Mübarizə aparanlar da bilirsiniz kimlərdir? Məsələn, mənim valideynim kimi insanlardır. Məsələn, bir çox hallarda mənə deyilir ki, bu kitab çox sakit yazılıb da, yəni orada bir Nərgiz bəzi yerlərdə durmalı idi, səsini çıxartmalı idi, bəzi yerlərdə özünü göstərməli idi, amma yox. Mənim ən çox aldığım məsələn rəylərdən biri də odur. Amma indiki burada nə yazılıbsa, Nərgiz indi də özü də elədir. Sakit və səssiz mübarizədədir. Və Nərgiz kimi bu cəmiyyətdə səssiz mübarizə aparan çox xanımlar var. Ya bir yerdə o xanımlar baş qaldıracaq mənim kimi, nə istədiyini biləndə, nəyə layiq olduğunu biləndə dur deyəcək, həyatlarını dəyişəcək ki, dəyişən çox xanımlar da var. Bu dəyişimlərlə cəmiyyət yavaş-yavaş yaxşılığa doğru gedəcək və gedir də. Ya da ki, bəzi hallarda yenə də susub, necə deyim, həyatları ilə razılaşacaqlar. Biz millət olaraq, cəmiyyət olaraq həm çox yaxşılığa doğru gedirik, həm çox pisliyə doğru gedirik. Özüm belə qıraqdan durub baxanda və yaxud da sosial şəbəkələri açanda inanırsınız, bəzi mənzərələrlə qarşılaşanda deyirəm ki, bu cəmiyyət bu qədərmi müasirləşməli idi? Kaş ki orada o kütlədə mentalitetin bir balaca bir cüzisi qalmalı idi. Mən əsla istəmirəm ki, biz tamamilə mentalitetdən uzaqlaşaq və Avropalaşaq. Qətiyyən istəmirəm. Yəni özümüzdən bir şey Özümüzdə qalmalıdır. qalmalıdır. Sadəcə bu erkən nigahdır, qızların oxuma hüquqlarıdır. Onlar bərpa olsa, şükürlər olsun yavaş-yavaş olur. Yəni bizim mentalitetimiz də həqiqətən bir çox ölkələrdə, bir çox yerlərdə düşüncə tərzimizdə çox yaxşıdır. Ən azından utanmağı bacaraq. Bunu heç vaxt unutmayaq. Çünki dediyim kimi açırıq müəyyən sosial şəbəkələrdə, müəyyən yerlərdə görürük ki, insanların hamısı utanmağı unutsa, həqiqətən də bu cəmiyyət heç də yaxşı yerə getmir. Çox incə bir məqama toxundunuz. Elə bununla da bitirmək istəyirəm. Həmin o qızıl ortanı tuta bilmək. Çünki bu gün istər sosial media olsun, istər ümumiyyətlə televiziyalar olsun, platformalar olsun, bu da həmin o balansı pozur. Çünki uğur etiketləri altında, qadın haqqları, insan haqqları adı altında, uşaqların seçim hüquqları altında da onların o əsl
öz olmalarından çıxır və başqalaşırlar. Bu səfər də Bəli, belə zərər də olur, belə bəli. yəni bir travma olur, bir problemlər yaranır. Eynən elədir. Mən, övladıma belə deyirəm ki, mən səni böyütmüşəm, bu yaşa çatdırmışam. Sən artıq məndən asılı deyilsən, amma sən hər zaman öz şəxsiyyətini formalaşdırıb özünə bu cəmiyyətdə yer tutmalısan və bunu hörmət çərçivəsində eləməlisən. Sənə bəy deyə müraciət olanda o ada layiq olmalısan. Həqiqətən çox önəmlidir. Bəli. Və burdan bizi izləyən izləyicilərimizə, analara, övladlara nə demək istərdiniz? Həm bir yazar olaraq, həm bir Nərgiz olaraq. Nərgiz olaraq demək istəyərdim ki, bütün evlərdə nərgizlər var. Hansı ki, nərgiz mən balaca qız uşaqlarını deyirəm. O nərgizlərin üzündəki gülüşləri soldurmasınlar. Çox erkən yaşda ailə qurmaq heç də yaxşı bir şey deyil. Uğurlu evliliklər də olur, ona sözüm yoxdur. Amma ki, o ailələrdə o qızlardan o qızların arzuları, xəyalları yenə də ürəklərində qalır. Valideynlərə də onu demək istəyirəm ki, dinləməyi bacarın və görməyi. Siz övladlarınızı dinlədikcə, gördükcə, danışdıqca onlar da sizinlə danışacaq və siz bir yerdə nələrəsə qalib gələcəksiniz. Bu həyatda övladlarınıza hər zaman ancaq valideyn dəstək ola bilər övladına. Bəli, əziz izləyicilərimiz, bu gün sizinlə mən araşdırmacı jurnalist Məleykə Aslanzadə və mənim həmsöhbətim gənc yazar, Səsimi kim eşidər bioqrafik romanın müəllifi Mehriban xanım Məmmədova idi və bizim ana mövzumuz erkən nikah haqqında idi. Bizə zaman ayırdığınız üçün, bu gün həyatınızı, kitabınızı bizimlə, izləyicilərimizlə paylaşıb cəmiyyətə örnək olduğunuz üçün Mehriban xanım sizə təşəkkür edirəm və bundan sonrakı həyatınızda, hədəflərinizdə uğurlar diləyirəm. Çox sağ olun Mələkə xanım. Çox təşəkkür edirəm məni dəvət etdiyiniz üçün, bu mövzunu müzakirə etdiyiniz üçün minnətdaram. Bol-bol uğur arzu edirəm. İnşallah ki, bundan sonrakı layihələriniz daha uğurlu, daha gözəl gəlsin inşallah.